kanala abunə olub videonu bəyənməyi unutmayın. Salam əziz izləyicilər. Bugünkü videomuzda sizi maraqlı və diqqət çəkən bir mövzu gözləyir. Astroloji proqnozlara görə yaxın dövrdə bəzi bürclərin maddi baxımdan daha uğurlu olacağı bildirilir. Xüsusilə iş, qazanc, yeni imkanlar və gözlənilməz gəlirlərlə bağlı bəzi bürclərin şansı açıq görünür. Əlbəttə ki, həyat yalnız bürclərlə idarə olunmur. İnsan zəhməti, düzgün qərarlar və məqsəd yönlü addımlar hər zaman uğurun əsas səbəbidir. Ancaq bir çox insan astrologiyanı motivasiya və pozitiv enerji mənbəyi kimi izləyir. İndi isə gəlin yaxın günlərdə maddi baxımdan şanslı hesab olunan 5 bürcə birlikdə baxaq. Birinci bürc Boğa bürcü. Boğa bürcü uzun müddətli səbir və əziyyətlə çalışırdı. Astroloji şərhlərə görə artıq onların zəhmətinin qarşılığını alma vaxtı yaxınlaşır. Xüsusilə yeni iş təklifləri, əlavə qazanc yolları və ailə büdcəsində rahatlama görünür. Boğa bürcündən olan insanlar planlı davrandığı üçün əldə etdikləri gəliri daha düzgün idarə edə bilərlər. Qarşıdakı dövrdə kiçik bir fürsət belə böyük qazanca çevrilə bilər. İkinci bürc Şir bürcü. Şir bürcü diqqət mərkəzində olmağı sevir və liderlik xüsusiyyəti ilə seçilir. Məhz bu xüsusiyyətlər onların iş həyatında önə çıxmasına səbəb ola bilər. Astroloji proqnozlara görə Şir bürcü üçün yeni layihələr və gəlirli əməkdaşlıqlar görünür. Xüsusilə sosial media, reklam, biznes və idarəçilik sahəsində çalışan Şir bürcləri üçün uğurlu dönəm ola bilər. Maddi baxımdan daha rahat və güclü bir mərhələ başlayır. Üçüncü bürc Əqrəb bürcü. Əqrəb bürcü hər zaman güclü intuisiya sahibi hesab olunur. Qarşıdakı dövrdə onların düzgün qərar vermək bacarığı maddi qazanca səbəb ola bilər. Uzun müddətdir gözlədikləri bir xəbər və ya layihə müsbət nəticə verə bilər. Əqrəb bürcləri xüsusilə maliyyə məsələlərində diqqətli olduqları üçün əllərinə keçən fürsətləri dəyərləndirməyi bacarırlar. Bu isə gələcəkdə daha böyük uğurlara yol aça bilər. Dördüncü bürc Oğlaq bürcü. Oğlaq bürcü çalışqanlığı ilə tanınır. Astrologlar bildiriblər ki, yaxın dövrdə Oğlaq bürcünün maddi vəziyyətində yüksəliş müşahidə oluna bilər. Yeni iş imkanları, vəzifə artımı və uzun müddətdir edilən zəhmətin nəticəsi onların həyatında müsbət dəyişiklik yarada bilər. Oğlaq bürcü üçün ən vacib məsələ səbirli olmaq və başladığı işi yarımçıq qoymamaqdır. Çünki uğur addım-addım yaxınlaşır. Beşinci bürc Balıq bürcü. Balıq bürcü yaradıcı düşüncəsi və fərqli ideyaları ilə seçilir. Qarşıdakı günlərdə onların istedadı maddi qazanca çevrilə bilər. Xüsusilə musiqi, sənət, media və yaradıcılıq sahəsində çalışan balıq bürcləri üçün yeni imkanlar görünür. Onların uzun müddətdir düşündüyü layihələr nəhayət nəticə verə bilər. Maddi baxımdan rahatlama və yeni başlanğıclar ehtimal edilir. Əziz izləyicilər, unutmayaq ki, uğurun əsas sirri insanın özünə inanması, çalışması və məqsədindən vaz keçməməsidir. Bürclər sadəcə motivasiya və maraq üçün izlənilir. Hər bir insan öz zəhməti ilə həyatını dəyişə bilər. Siz hansı bürcdənsiniz? Fikirlərinizi şərh bölməsində yazmağı unutmayın. Videonu bəyəndinizsə kanalımıza abunə olun və yeni videoları qaçırmamaq üçün bildiriş düyməsini aktiv edin. İzlədiyiniz üçün təşəkkür edirik.